Müəllim, mən də sizə təbrik edirəm. Allah sizə can sağlığı versin. Baxmayaraq ki, Rami müəllimlə biz 20 ildən çox bir məhəllədə böyümüşük. Mən Rami müəllimlə çox kiçiyəm, torunla bir yerdə böyümüşük. Rami müəllim elə az gənc yaşlarından elə təhsilə həmişə önəm verir. Rayonumuzda da təhsilin inkişafında bəs qədər deyərdi ki, dəstəyinizi verirsiniz. Gənclərə həmişə böyük nəsiyyətlər verirsiniz, düzgün yol istiqamət verirsiniz. Allah sizi daiminizi eyləsin. Həmişə bütün çətinlikləriniz gönlünə yaşasın, təzə yer sizə düşərli olsun, uğurlu olsun. Biz qazilərdə həmişə sizin yanınızdayıq, balaca qardaşların olaraq hər zaman dəstək etsin. Uğur arzulayıram, sağ olsun. Komutan buyur. Ben de her birine salamlıyorum. Her birimize günümüzü uğurlu dilerim. Bu günlerin güzel günlerden biridir. Rahmet kardeşimizin bugün 1 yaşı mübarek. Evvelden izledim, Rahmet'in tanımazı duyuyor. Böyle bir deyim var ki, vətən mənim üçün neydi, mən vətən üçün nə etmişim. Bu müşahidə edildiğim dövrdə həmişə bu şey fikir verilmiş ki, Rami müəllimin ideyasında faydalı olmanda zəhtirəli amil budur ki, mən vətən üçün nə etmişim. Və 2020-ci il vətən müharibəsindən sonra şəxsən qarşılıq olur, şəxsən bu sürə kəsmişik. O dövrdən bəri mütəmadi olaraq görüşürük. Bugün onu əminliklə deyə bilərəm ki, Rami müəllim və vətən üçün çalışan yoldur. Sənə bu yolda, vətən yolunda təhsil sahəsi, yəni elə bir sahədir ki, hər şeyin təməli onun üzərində qurulur. Təhsil olmasa bir millətin gələcəyi yoxdur. Çətin yoldur, məsuliyyətli yoldur, zəhmət sevər yoldur, fədakar yoldur. Mənim başınızda faydalı olmaq. Düşünürəm ki, siz bu yolda ardıcıl fəaliyyət göstərirsiniz. O məsuliyyətli yolda sizdən sağlığı arzu edirəm, səbr arzu edirəm. Həmişə necə ki, məğrur olursunuz, müəyyən çətinliklər olur, onun ötəsindən gəlməyə bacarırsınız və gələcəksiniz də biz də sizlərə yanılıyıq. Çünki məsələ təhsil məsələsidir. Və bugün dünyada ve ülkemizde peşə təhsili, peşə anlayışı çok önemli situasiya, bir vəziyyətdədir. Siz bu mərkəzdə rəhbərsiniz. Qısa müddət olsa da, yenə də sosial şəbəkədə və yaxud yaxınlarımız orada təhsil alır, görürük. Böyük inkişaf edir, böyük dəyişikliklər var. Bu yolda sizə davamlı uğurlar arzulayırıq. Yaşı mübarək olsun, qardaşı canı sağlam olsun, ruhun rahat olsun, həmişə işi olsun. Allah sağ olsun. Yasin abi buyur. Əziz və hörmətli qardaşlar, igid qardaşlarım, hərinizi salamlayıram. Burada olmaq mən sizi çox xoşdur. Ramil müəllimi bəlkə də burada doğrudan sorulurlar. Yəni ki, ən uzun müddət mən tanıyıram. Artıq 38-39 ildir ki, Rami müəllimi tanıyıram. Rami müəllimlə Bağçada bir ildə oxumuşuq. Sonra o 8 nömrədə oxuyum mən 1 nömrədə təhsil edirəm. Ancaq paralel demək olar ki, bir-birimizi tez-tez görmüşük. Həm də Rami müəllimin babası, Ağabba doktor tanıyırsınız yəqin ki, Allah rəhmət versin, yaxşı kişiydi, faydalı kişiydi, gözəl həkim idi. Qonşumuz olub, Rami müəllimlə tez-tez gəlib gelirdi. Atası ilə bir yerdə çalışmışam, su idarəsində, Allah rəhmət eləsin. Sonra qardaşlığa hansı zəhmətlə, əziyyətlə böyüyüblər, təhsil alırlar, vətənə, millətə xeyirli olurlar. Mən bunların hamısını şahid olmuşam. Rami müəllimin özü ilə də şəhər icra nümayəndəliyində birlikdə çalışmışam. Yəni, çox şaxəli belədir də, yaxın bir qardaşdır mənim üçün, dəyərli bir qardaşdır. Həmişə çətinliyimdə olanda məsləhətləşmişəm, mənə doğru yol göstərir. Bir böyük qardaş kimi. Sonra Rami müəllim təhsil sahəsində də böyük uğurlara sahib olub. Cəlilabad təhsili bilirlər, hansı vəziyyətdə olub və onun inkişafı üçün, onun
irəli getməsi üçün, geri qalmaması üçün hansı çabaları göstərib, ona hamımız şahidik. Həmçində bir məsələni də deyim, xüsusi olaraq. Vətən müharibəsi dövründə Bəli. Toğrul müəllim müharibədə idi. O dövrdə hansı şəkildə o bir kampaniya təşkil etmişdi, orada yardım, yəni arxa cəbhədə böyük fədakarlıq göstərir. Maddi, mənəvi hərbçilərimizin, yəni belə deyək də sizlərin yanında olur. Mən buna şahidəm. Pandemiya dövründə kasıb ailələrə yardım olur. Heç vaxtda deməyim. Bu məsələni xüsusi vurğulamaq istəyirəm. Bəzi insanlar var ki, mənə şeyləri çatdırırlar, deyirlər. Ancaq Ramil müəllim haqqında bəlkə də biz, elə mən özüm də şəxsən, bəlkə də qardaşı özü də çox az məlumatı var. Yəni Ramil müəllimin hansı işlər, fəaliyyəti olur. Şəhər icra nümayəndəliyində işləyəndə nə qədər ora, belə deyim, kasıb, kimsəsiz, valideynsiz insanlar gəlir. Belə deyim, uşaqlar gəlib ora, geyimləri olmayıb. Onları təmin olunmasında Ramil müəllimin xidməti olur. Bir şey də deyim, adını çəkmək istəmirəm həmin şəhərimizin. Şəhərin bacısı ilə bağlı mən zəng elədim, dedim ki, Ramil müəllim, şəhərin bacısı beləncə təhsil almaq istəyir. Bugün artıq 3-cü kurs tələbəsidir. Bu günlərdə həmin uşaq, yəni təmənnasız Ramil müəllim ona dəstək göstərdi, yol göstərdi. Əsas elə, belə deyim də, onlara maddi köməklik yox, həm də yol göstərməkdir. Ramil müəllim belə bir şəxsiyyətdir. Bu günlərdə atasının ruhu şaddır ki, bu cür həqiqətən də vətənə, millətə layiqli övladlar yetişdir. Tək Ramil müəllim demirəm, 4 övlad da halal zəhmətlə bu günlərdə ölkəmizə, dövlətimizə xidmət edirlər. Allah sizlərin hamınızı var eləsin. Hər biriniz bizim fəxrimizdir. Mən sizin gördüyünüzü bir yerdə görəndə həmişə bu söz yazıram ki, bizim fəxrimizdir. Allah sizləri xətadan, bəladan hifz eləsin, həmişə ucalarda olsun. Sağ olun. Biraz aşk oynamalar var. Ya buyur. Bilenler bilir, bilmeyenler de bilsin ki Firuz müəllim bizim müəllimimiz olub, yol göstərənimiz olub, bu öz yerində. Bu deməklə məqsədim odur ki, millətə, vətənə dəyərli övlad olmaq üçün bu iş tərbiyə ölkəsidir. Valideyn tərbiyəsi, müəllim tərbiyəsi, komandan tərbiyəsi. Burada stolda oturanlar hamısı vətənə, millətə, dövlətdə sabiq insanları bu iş tərbiyəni keşməkeşli anlarına keçib yerine oturanlardır. Ona görə Firuz müəllim tərbiyələrdən qoşulan, yəni mən müəllim olan gibi mənə söz demə düşməz. Artığın dedi daha da, mən Firuz müəllim tərbiyələrdən qoşulsun təbrik edirəm. Allah özünüzə sağ olun. Buyur. Salam deyirəm. Ramil müəllim təbrik edirəm. Allah onun ömrünə bərəkət versin. Burada deyilən sözlər mən şəxsən deyirəm, artıq ondan çoxuna da layiqdir. Mən buradakı peşə məktəbini oxuyub, mən oxumuşam 2009-2010. Peşə məktəbi bir şey, belə girdim, yarım saat, ged hələ bitimdə dururdu, qayıdıb gəlirdi. Bizə dedilər ki, Ramil müəllim peşə məktəbinə rəhbər getdi. Mən dedim ki, yəqin şey oldu. Sonra gördüm, traktorlar, maşınlar, yəni biz onları görmürük. Çünki yalanı elə, yəni qapı masələri göstərlər, hamısı olsun, təkərlər partlamış, nədim, bərbad vəziyyətdir. Amma indi görən təzə texnikalar, Ramil müəllim bilirsiniz, bizim sosial şəbəkə Ramil müəllimin göründüyü işlərdən danışıblar. Bizim rayon üçün, Dilə Cəmi zonasında Cəlilabadda bu rəhbəri, bunu deyək. Allah bizim rayonumuzun adı həmişə ucayır, ondan da həmişə ucaylasın. Ramil müəllim də bundan da bol Gözəl sözlər deyildi, gördüyü işlərdən söhbət olundu. Ramil müəllim dərsdə olarkən, xidmətdə olarkən həmişə öz statusunu qoruyub saxlayır. Dərsdən sonra və ya xidmətdən sonra hər bir kəsin yanında qardaş kimi mövqeyi bildirir. Mən ona qardaşlıqda əvvəl olmağı arzulayıram. Həmişə var olasan, təbrik edirəm. Heç mənim ki, münasibət toplumda ki, bu tələbələrlə bağlı. Şəxsən mən onunla bir-ikisində də mən şahidəm. Sən dəyərli qardaşsan, Allah sənə uzun ömür, can sağlığı versin. Həmişə var olasan, təbrik edirəm. Sağ ol.
Ben mütəmmiz edirəm. Allah bizə bərəkət versin, işlərimizə dayanıqlıqlar versin. Bir var vətənsevər görüşmək, bir var vətənsevər olmaq. Həqiqətən də siz vətənsevərsiniz, çalışdığınız hər bir sahədə bunu göstərirsiniz. Və Vətən müharibəsindən sonraki ən ağır dönəmlərdə bizə verdiyiniz məsləhətdə həqiqətən də bizim üçün çox önəmlidir. Bunun üçün də təşəkkür edirik. Biz sizi Ramil müəllim olaraq sevirik, həmişə qədər sevəcək və sizin yanınızdır. Allah bizə bərəkət versin. Paşam buyur. Mən də salamlayıram hər kəsi. Ramil müəllim, mən sizi təbrik edirəm. Allah sizin ömrünüzə can sağlığı versin. Demək olar ki, Vətən müharibəsindən sonra 6-cı ildir ki, mən sizi tanıyıram. Allah sizin və qazi qardaşına can sağlıq eləsin. Sizin qardaşınız həm vətən uğrunda, canına, qanına, vətən döyüşçülərlə qoşuldu bir də işğaldan azad eləmək uğrunda döyüşdü. Siz özünüz də qazilərlə həmişə yanındasınız, şəhidələrin yanındasınız. Demək olar ki, hər zaman elə siz qazilərin yanında görəndə bütün bu dəyərli sözlərlə çox belə həqiqətən dəyərlənirik biz. Demək ki, mən özümdə peşə məktəbinə gedib gəlirəm, Ramil müəllim də oradadır. Allah onun ömrünü eləsin. Demək ki, həmin oradakı şagirdlər həqiqətən Ramil müəllim gələni, həqiqətən də təhsilləri də daha da yüksəlir. Allah onu var eləsin, daha da yüksəklərdə sizə görə uğurlarınız bol olsun. Minnətdarım. Doğru müəllim. Ben Ramil müəllim danışmaq söyləyəcəm, başqa sözüm var. Ramil müəllim buyur. Cənab kapitan. Ramil müəllim sizə uzun ömür, can sağlığı, mənalı, gözəl günlər qismətiniz olsun. Mən sizin ailənə 2007-ci ildə Axverdi Hidayət müəllim sırdayi sahəsində tanımışam və mənə həmişə peşə məktəbində müəllim işləyəndə Cəllabad peşə məktəbində mən hər bir rəhbər işləmişəm, orada işləyəndə mənə dəstək oldu. Mən oradan Voltov gələndən sonra orada hər bir rəhbər işləmişəm. Və etibarlı insanları çətin və arxasız olduğum günlərdə biləsən. Mən onu Toğrul müəllimlə də görmüşəm, Hidayət müəllimlə görmüşəm, Toğrul müəllimlə də görmüşəm. Və sizə ailə sahədə, uzun ömür, can sağlığı var söyləyəm. Sizin övladınız mənim şagirdimdir, həm də ki, sinif rəhbəri olmuşam. Siz diqqətinizi və qayğınızı bu övladınızda vətənə necə aşıladığınızı mən hiss eləmişəm və görmüşəm. Sizin övladınızın mənə olan hörməti, yəni diqqəti, indi müəllimlər bilir də məktəbdə vəziyyət nə yerləri, şagirdlərin müəllimlərə qarşı olan münasibəti. Təbii ki, bunlar da hamısı vətən sevgisindən, ailədən gəlir. Bu vətən sevgisini 2016-cı ildə, 2017-ci ildə sizin qardaşlığa, mən bildiyim qədər deyirəm, nə səviyyədə olmuşdu, təkər orduya dəstək olmaq, müharibədən sonra getmək. Onların hamısını yeni rayonda cəmiyyət içində olduğuma görə bilirəm. Sizə işlərinizdə uğurlar arzulayıram. Peşə məktəbində mənim oğlum işləyir. Sizdən bilirəm. Bu günə qədər də yeni səhv olaraq üzvlərdə ki, hələ sizin haqqınızda mən bir şey söyləmirəm. Sizin haqqınızda böyük və qaydalı, nizamlı insanın yerilə rəhbər olduğunuzu indi bilirlər ki, həqiqətən rəhbərlə işləyirik. İnsana qayğı göstərmək, sevginizlə. Sizə uzun ömrü, can sağlığı arzulayıram. İşlərinizdən müvəffəqiyyətlər, uğurlarınız bol olsun. Biz də sizə Cəllabad hər zaman yanınızda dəstək olmağa hazırıq. Əlimizdən də gəlirsə, vətəni necə canımızdan keçdi, sizin də yəni bu peşə təhsilində Azərbaycan gənclərinin, Cəllabad gənclərinin yetişdirilməsinin, böyüməsində rolunuza dəstək olmağa hər zaman hazırıq. Çox sağ olun. Mən də salamlayıram hər kəsi. Ramil müəllimi təbrik edirəm. Bütün xoş arzulara qatılan. Nə xoşdur mənə, sizin kimi insanlarla bu günləri tanış oldum. Allah sizə uzun ömrünüzü, can sağlığı versin. Təbrik edirəm sizi. Uğurlarınız bol olsun.
Yüzünüzdən bilmiş ki, siz necə insansınız. Xoş olun mənim. Təbrik edirəm. Səməd buyur. Allah uzun sağlığı versin. Toya yığışan. Ağazadan Novruz buyur. Buradan az yaxşı aldığınız için bizim böyləmiz tanışdıran mən. Təbrik edirəm, uğurlar arzulayıram. Ram müəllim, həm silahlı qüvvələr veteranıdır, həm vətən müharibəsi veteranıdır. Yəni hər iki müqəddəs adıdır. Təbrik edirəm. Bəhruz Zeynəb buyur. Uzun ömür, can sağlığı. Həyatdan gözəl, nə xoş arzular varsa hamısı sizə nəsib olsun. Rəhmi müəllim buyur. Xoşdur bizə sizinlə bugün görüşmək. Mən sizin qardaşım, Doğru müəllimlər desəydim, bir qonşu olmuşam. Dəyərli qardaşdır, gözəl ailə başçısıdır. Siz de ona qardaşsınız. Allah sizə uzun ömür, can sağlığı versin. Sizinlə də desəydim, tanış olsaydım, laf şad olardım. Yenə də şadam. Allah sizin uğurlarınızı bol eləsin. Sağ olun, teşekkür ederim. Arzularına, hamı çatdırdı. Mən də elə belə. Sağ olun. Əskəri vətən müharibəsi qəhrəmanı adını alan qəhrəman qardaşımız Talih Hüseynov. Mən də salamlayıram böyük qardaşlarımızı, Ram müəllimi təbrik edirəm. Ayların, günlərin heç bir önəmi yoxdur. O günləri önəmli eləyən bizlər kimi, sizlər kimi dəyərli insanlar. Təbrik edirəm. Qaldı ki, xidmətiniz göz qabağındadır. Qardaşlarımız dedi, müəllim dedi, bütün hər bir şeyin təməli təhsildən gəlir. Siz özünüz doğruluğunuza görə. Onun qarşısı necə deyim? Bəli, ona görə sizə ora təyin ediblər. Mən müşahidələrim də onu göstərir ki, kəşfiyyatçı olaraq baxıram, istəyirəm və növbəti mən demirəm, sizdən qabaqki müəllimlər orada pis olub, nə olub, haqqına girmək istəmirəm, amma fakt olaraq deyirəm ki, uşaqlar bizim qohumlar orada oxuyur, gəlir, daha da belə deyim də həvəsli, daha belə maraqlı belə hazırlaşırlar. Onun da səbəbkarı sizsiniz. İnşallah sizin işlə mən uğurlar arzulayıram. Hər anda sizin yanınızdayım. Hər an. Bir insana hər kəs yaxşı deyirsə, demək o yaxşı adamdır. Sizin işlərinizdə hələ sizi pisləyən də olacaq, nə bilim, danışan da olacaq. Bunu yəni xidmətdə siz görürsünüz, elə reallıq budur. Elə yaxşı olacaq inşallah. Təbrik edirəm.